Salam, gəlin Dünya Nigardan isimlərin cəmlənməsinə bağlı testlərə baxaq. Deməli, birinci nə soruşur? Singular nouns. Singular noun tək isimlər deməkdir. Baxarıq birinciyə. Goods. Goods mal və əmtə deməkdir. Mal əmtə isə mən sizə demişəm toplu isimdir. Ona görə həmişə cəmdədir. Biri çıxırıq. Hostess. Sözün sonu əgər demişəm ki, s və i-c-s hərfləri ilə bitibsə, o söz həmişə təkdədir. Burada s-sı olduğu üçün 4. Baxın, burada i-c-sı var 6. Burada da s-sı var 3. Deməli, 3, 4, 6 cavabımız B bəndidir. Digərlərinə baxarıq. Children, uşaqlar cəmdədir. Trousers, şalvar deməkdir. Şalvar 2 hissədən ibarət olduğu üçün, yəni 2 qıçası olduğu üçün həmişə cəmdə olan isimdir. İkinciyə baxırıq. İkincidə plural noun istəyir bizdən. Plural noun nə deməkdir? Cəm isim. Cəm isimimiz hansıdır? Children, uşaqlar. Sonra athletics-də i-c-sı ilə bitibdir. Deməli, bu təkdədir, getdi. Physics i-c-sı ilə bitib, bu da getdi. Mice, siçanlar deməkdir. Təkdə olur mouse. Cəmdə olur mice. Kökdən dəyişən isimdir. 1. Brothers-in-law, bu da cəmlənibdir. Deməli, son-in-law kürəkən deməkdir. Brothers-in-law qayın deməkdir. Burada law qanun deməkdir uşaqlar. Yəni, qanundakı qardaş, yəni qayın. Deməli, cavabımız 1, 3, 5. Eləyir debəndi. 3-ə baxırıq. Plural noun soruşur. Yenə cəm isimlər. S-sı ilə bitib. Deməli, bu təkdədir. Gəlin ikiləri çıxaq. Sonra burada baxıram nəyə? Cəm isim istəyirdi məndən. Deməli, people, adamlar cəmdədir. Lice, bitlər cəmdədir. Buffaloes, camışlar cəmdədir. Potato sözü deyirsiniz ki, cəmdir. Bunu niyə götürmürük? Çünki sözün sonu o ilə bitibdir. O ilə bitibsə is qoymalıyıq. S-nı biz o vaxt qoyuruq ki, bəzi istisna isimlərimiz var. Hansılardır? Foto, radio, audio, video, solo, kimono, bu sözlərdir. Yəni, və s. birinci sözü var ki, onlarda biz sadəcə s qoya bilərik sözün sonuna, yəni s qoya bilərik. Potato-da is şəkilçisi qoyuruq. Melody sözü səhvdir. Y-dan əvvəl summit var. I-es olmalıydı. Ona görə cavabımız 1, 3, 4 eləyir B bəndi. 4-ə baxırıq. 4-də deyir ki, plural nounları tapaq. Lice, bitlər, mice, siçanlar, bir də humans, insanlar. Cavab 3, 5, 6-dır. A bəndi. Burada juice, meyvə şirəsi sayılmayan isimdir. Sayılmayanlar həmişə təkdə olur. Mən, kişi təkdədir. Rice, düyü sayılmayan isimdir. Həmişə təkdədir. Bunu qeyd edir. Rice, düyü sayılmır. Juice, meyvə şirəsi sayılmır. Keçirik singular noun soruşur. Seed burada toxum deməkdir uşaqlar. Bitkinin toxumu. Təkdə olan bir isimdir. Giz, qazlar cəmdədir. Gəlin altıları çıxaq. Bəzən belə də tapmaq daha rahat olur. Tuz, tis, dişlər. Fit, ayaqlar. Bu da cəmdədir. 1 ilə 4-ü də çıxırıq. Cavab 2, 3, 5 qalır. Seed, toxum. Week həftə, carrier-də kariyer deməkdir. Plural nouns cəm isimlər soruşur. Baxın, bir düzgündür. Niyə? Çünki bəzi isimlər var ki, sonu f ilə bitməsinə baxmayaraq sadəcə s qəbul edir. Ruf onlardan biridir. Gymnastics, i-c-sı ilə bitibdir. 4 təkdədir. Demək ki, A bəndi gedir, B bəndində gedirik. Oxen, öküzlər, bunu bilirik, həmişə cəmdədir. Burada nə verdiyi düşməyib, baxaq variantlara. Giz, qazlar, deməli 6 da cəmdədir. 1, 2, 6. Cavab D bəndidir. Lioness, elə bilin, lion deməkdir. Erkək şir. Amma lioness dişi şirdir. S-sı qadın cinsi bildirən şəkilçidir. Bunu yadda saxlayırıq. Statesman də dövlət adamı deməkdir. Bu 3 təkdədir. Baxırıq 7-ci testimizə. 7-ci testdə nə deyir bizdən? Singular noun soruşur, yəni tək isimlər. Tək isimlərimiz hansılardır? Baxın, sonunda s-sı, s-sı, i-c-sı. Deməli, cavab olur 1, 2 və 5. Baxaq bura, riches. Riches var dövlət, sərvət deməkdir. Cəmdə olan isimdir. Clothes, paltar deməkdir. Bu həmişə cəmdə olan isimdir. Yəni, bunu da çıxırıq. Tonks, kəlpətin 2 hissədən ibarət olub cəmdə olan isimdir. Bunu da çıxırıq. Riches var dövlət də cəm sayıldı. Baxırıq singular noun, cliffs, qayalar, roofs, damlar. Deməli, bunlar cəmdədir. Palace-də, polis həmişə cəmdədir. Altını çıxırıq. Roofs, damlar, 1 ilə 4-ü çıxırıq. 1-i buradan çıxıram. 4-ü buradan, 1-i buradan. Cavab qaldı 2, 3, 5. Snowman, qardan adam təkdədir. Peace, sayılmayan isimdir. News, xəbər, məlumat sayılmayan isimdir və təkdədir. Ümumiyyətcə biz demişik də, əgər bir isim sayılmırsa, demək ki, o isim təkdədir. Heç vaxt cəm ola bilməz. Bizdən soruşur plural noun. Tooth, tis, dişlər.
radios, radiolar. Gördünüz, sonu o ilə bitsə də S qəbul edən isimlərdəndir. Kimono, radio, foto, audio. Bayaq demişdim. Water, su sayılmayan isimdir. Bizə cəm isim lazımdır. Lice bitlər. Cavab 1, 2, 6-dır. Digərlərinə baxırıq. To, diş təkdədir. News, xəbər, məlumat sayılmır və həmişə təkdədir. Water da sayılmır dedim. 10-da pluralından soruşur. Poultry, ev quşları, yəni toyuq cüzə belə deyək. Həmişə cəmdə olan isimdir. Clothes, paltar, həmişə cəmdə olan isimdir. Bunu clothes isə oxumayın uşaqlar. Clothes şəklində oxunur. Lice, bitlər, həmişə cəmdə olan isimdir. Cavab 1, 2, 5. Cəməndir. Baxırıq. Progressdə s birləşməsi var. Hərfləri var. Təkdədir. Qus, qaz bilirik ki, təkdir. Sinə, qar təkdir, sayılmır. Baxın, burada sizə bir şey deyirəm, onu yadda saxlayın. Qarı gördüm, yadıma düşdü. İngilis dilində wind, külək, storm, tufan və cloud, bulut. Bu 3 dənə söz hava ilə bağlı olan bu sözlər istisna olaraq sayılan isimlərdir. Bunlardan başqa hava ilə bağlı nə söz eşitsəz? Qardır, yağışdır, tufandır, qasırğadır, nə bilim, nə olur olsun eşidiriksə, hamısı bilin ki, sayılmayan isimlərdir. Davam eləyək. Deyəsən 11-də qalmışdıq. Bizdən pluralından soruşur. Baxın, s-sı gördü gözüm burada. Deməli 2 təkdədir. İc-sı var. Deməli 4 təkdədir. 2 ilə 4-ləri çıxıram. Çıxdım, qaldı. Cavab o bəndi. Yenə də biz variantlarımıza baxalım. Deməli, cəmdə olan isimlər lice, bitlər, laus, lice, dollars, dollarlar, goods, mal, əmtə həmişə cəmdə olan isimdir. Dollarla bağlı bir şey deyim. Baxın, money, pul deməkdir ingilis dilində. Money sayılmayan isimdir. Bunu belə yadda saxlayırıq. İngilislər pullarını sayıb qurtara bilmirlər. Amma money'nin növləri nə ola bilər? Məsəl üçün manat ola bilər. Nə bilim, tutaq ki, coin, qəpik ola bilər. Və yaxud da dollar ola bilər. Fərqi yoxdur. Avro ola bilər. Fərqi yoxdur. Bu növlər balalar deyək. Bu anadır, bilin ki, money anadır. Bu da onun balasıdır. Balalar cəmlənir və sayılır. Amma ana, money özü sayılmır. Məsəl üçün, başqa bir nümunə deyim sizə. Məsələn, fruit, meyvə götürək. Fruit sözü özü sayılmayan isimdir, anadır. Amma meyvənin növləri alma, armud, nar, nə götürürsünüz götürün, fərqi yoxdur. Hamısı sayılır və cəmlənir. Və yaxud da götürək fönişə sözünü. Fönişə mebel sayılmayan isimdir. Amma mebelin növləri stol, stul, parta, şkaf, nə bilim, rəf, hamısı sayılır. Yəni, ana və bala belə yadda saxlayırıq. Fönişədir, fruitdur, moneydir. Bu sözlərin özləri sayılmayan isim olsa da onların növləri, onlara daxil olan sözlər sayılan isimlərdir. Biz də 12-ci testə baxırıq. Plural noun, cəm isim soruşur. Mountain, dağ təkdədir. Mice, siçanlar, feet, ayaqlar, stories, hekayələr. Baxın, IES var. Deməli, bu Y ilə bitibdir ki, IES qəbul eləyibdir. Cavab 4, 5, 6 Y bənd eləyir. Baxın, history, tarix həm sayılmır, həm də ki, sözün özü də təkdədir. Bunu seçə bilirik. Sayılmayan isimdir və həmişə təkdə olur. News, xəbər, məlumat sayılmayan isimdir, həmişə təkdə olur. 13-cü test. 13-cü testimizdə singular noun soruşur. Money, pul. Sizə dedim ki, analar məsələsi sayılmır və həmişə təkdədir. Mathematics, ic-sı var. Sayılmır, deməli təkdədir. Advice, məsləhət, mücərrəd isimdir. Yadda saxlayın, sayılmır və təkdədir. Cavab oldu 2, 4, 5. D bəndi. Amma o bizlərə baxırıq. Scales nədir bilirsiniz uşaqlar? Tərəzi. 2 gözlü belə tərəzilər olur. Həmin o tərəzi scalesdir. Onun da 2 gözü olduğu üçün scales tərəzi sözü demək ki, cəmdədir. Sonra baxırıq cattle. Cattle mal-qaradır, həmişə cəmdə olan isimdir. Policeman, polis nəfərləri cəmdədir. Baxın, men cəmdədir, scales cəmdədir. Bizdən tək istəyirdi. 14-də singular noun istəyir. Yəni, baxın, s-sı var, ic-sı var. Deməli, cavab 2, 5 və 4-dür. Government, hökumət deməkdir. Bunu yadda saxlayırıq. 2, 4, 5 hansı variantda A bəndidir cavabımız. Trousers, şalvar, 2 qılçası var. Həmişə cəmdədir. Bu getdi. Spectacles, eynək deməkdir. 2 gözü var, getdi. Lyrics sözündə də sözün kökü lirikdir. Lirik şeirlər deyirik. Lirik şeirlər, lirik nəğmələr. Bu sözü cəmlənəndə s şəkilsi qəbul edir. Yəni, burada icası bizi çaşdırmasın. Lirik sözün köküdür. S cəmlənəndə s şəkilsi qəbul edibdir. S deyəndə də yəni i-si nəzərdə tuturum. Baxırıq 15-ci suala pluralından soruşur. Fit ayaqlar, qut smaləmtə demişəm, cəmdə demişəm. Boksistə qutular. Pomegranate nar deməkdir, təkdədir. Lider, rəhbər, təkdədir. Yad, həyat, təkdədir.
Cavab 4, 5, 6 Y bəndi. 16-da singularından soruşur. Tights kalqotka deməkdir, triko deməkdir. 2 qılçası var cəmdədir, birlər 7. Women qadınlar 4 7 cəmdədir. Cavab qaldı 2 5 6. People da sözü də cəmdədir. Peace sülh sayılmır təkdədir. Traffic sayılmır təkdədir. Information sayılmır təkdədir. 17-də pluraldan soruşur. Cəm isim lazımdır bizə. Quz qaz təkdədir. Baxın s-sı var, deməli təkdədir. İ-cısı var, deməli bu da təkdədir. Cavab olur 1 3 5. A bəndi. Socks corab burada 2 tay olur cəmdədir. Tights kalqotka dedim ki 2 qısa var təkdədir, cəmdədir. Spectacles eynək 2 gözü var təkdədir, cəmdədir. 18-ci testdə baxırıq. Bizdən pluralından soruşur. Goose geese qazlar, ox oxen öküzlər, roof roofs damlar. Gymnasticsdə i-cısı hərf birləşməsi var təkdədir. Burada s-sı var təkdədir. Statesman də özü təkdədir. Deməli onda cavabımız olur bizim nə? 1 2 6 hansı variantı D bəndidir. 19-da baxırıq. Singularından soruşur. People sözü demişik, həmişə cəmdədir. Scales tərəzi 2 gözü var cəmdədir. Trousers şalvar həmişə cəmdədir. News xəbər məlumatı sayılmır. Chess şahmat sayılmır. Piano özü təkdədir. Deməli cavab 4, 5 və 6 olur. Bu da Y bəndi. Burada singularından soruşur. People həmişə cəmdədir, getdi. Glasses eynək cəmdədir, getdi. Scales tərəzi cəmdədir, getdi. Cavab 1 3 4 olur. News xəbər məlumat demişik, sayılmır təkdədir. Chess şahmat sayılmır təkdədir. Domino oyunudur, sayılmır təkdədir. 21-ci testə baxırıq. 21-ci testdə bizdən soruşur plural noun cəm isim. Economicsdə baxın i-cısı var. Bu getdi. Sif oğru deməkdir, bu sözdə təkdədir. Grassda s-sı var, deməli təkdədir, getdi. S-sı var, progress inkişaf özdə sayılmayan sözdür, getdi. Phoneticsdə i-cısı var, getdi. Cavab oldu Y bəndi, baxaq. Scissors qayçı cəmdədir, polis cəmdədir, men servants kişi qulluqçular cəmdədir. Ümumiyyətcə yadda saxlayın, bu men sözü əgər birinci tərəfdə gəlibsə, həm siz burada bunu cəmləndirməlisiniz, həm də bunu cəmləndirməlisiniz. Baxaq, singularından soruşur bizdən. Mice siçanlar cəmdədir, getdi. Roofs damlar cəmdədir, getdi. Sonra pupils şagirdlər cəmdədir, getdi. Tongues kəlbətin, babies, statesmen hamısı cəmdədir, burada getdilər. Qaldı cavab C bəndi. Baxırıq, icası ilə bitib təkdədir. News xəbər məlumat sayılmır təkdədir. Rice düyü sayılmır təkdədir. 23-də pluraldan soruşur. Cəmdə olan isimimiz. Milk süt sayılmır, getdi. Sonra kindnessdə s-sı var, getdi. Kör kəsmik sayılmır, getdi. Woman də təkdədir, getdi. Economicsdə icası var, getdi və yaxud da water sayılmır, getdi. Cavab oldu B bəndi. Polis sözü cəmdə demişə. Giz qazlar, sheep də qoyunlar mənasını verə bilər. 24-də baxırıq. Bizdən üzr istəyirəm. Plural noun cəm isim istəyir. Baxıram, money var burada. Money sayılmayan isimdir. Nə işi var onların cəmin içində? Job təkdədir burada. Nə işi var? Sonra baxıram nəyə? Furniture mebel sayılmır. Bayaq dedim sizə. Analardandır. Getdi. News xəbər məlumat sayılmır, getdi. Billiards da sayılmır, getdi. Sonra beyzbolda oyundu, sayılmır, getdi. Yəni nəticə etibarından C bəndidir. Stairs pilləkən deməkdir. Baxın, pilləkənin 2 dənə qırçası olur. Deməli cəmdədir. Polis həmişə cəmdədir. Contents də mündəricat deməkdir. Yəni kitabın mündəricatı. Mündəricatda baxın, çoxlu mövzular olur. Demək ki, orada topluluq var, çoxluq var. Belə yadda saxlayırıq. Plural cəm isimlər soruşur. Ox bu şəkildə cəmlənmir uşaqlar. Oxen olmalıdır. Və yaxud da food olmalıdır, fit. A bəndi səhvdir. Lousis deyə bir şey yoxdur. Laus, lice olmalıdır. Mousis də yoxdur. Mice olmalıdır. Burada tenis təkdədir, getdi. Advice cəmlənməz, mebel cəmlənməz. Bunlar getdi. Çünki sayılmayan isimdir advice-dən mebel ona görə. Cavab D bəndidir. 26-ya baxırıq, singularından soruşur. Giz qazlar cəmdədir, trousers cəmdədir. Women, fit cəmdədirlər. Sportsmen, tis cəmdədirlər. Cavab elədi, C bəndi. 27-də tək isim soruşur. Continents, qitələr cəmdədir, getdi. Pianos cəmdədir. People, adamlar, children, girls, üçü də cəmdədir. Policemen cəmdədir, cavab eləyir, C bəndi. School tək, car tək, literature ədəbiyyat tək, özə sayılmır ədəbiyyat. 28-də baxırıq. Singular noun soruşur bizdən. Polisə çıxırıq cəmdədir. Scissors qayçı cəmdədir. Shoes da cəmdədir. Socks da cəmdədir. Scales tərəzi də cəmdədir. Piano da cəmdədir. Limon da cəmdədir. Draft şaşqı oyunu bu sayılmır təkdədir amma. Gymnastics icası ilə bitib təkdir. Cəm mürəbbə sayılmır təkdir. Billiards oyun adıdır təkdir. Cavab Y bəndidir.
Burada peace-i yadda saxlayırıq. Peace sayılmayan isimdir, sülh deməkdir. Plural noun cəm isim soruşur. Baxın, chess şahmat s-sı ilə bitib, həm də oyun adıdır da, sayılmır, təkdir getdi. Burada cavabı bildik artıq. Education, təhsil sayılmır, getdi. Advice sayılmır, təkdədir, getdi. Kingdom da təkdədir, information da təkdədir, getdi. Vegetable təkdədir, getdi. Gymnastik sözü sayılmır, getdi. Deməli, cavab olur B. Scissors, qayçı, iki hissəsi var, cəmdir. Buffalo, camış, cəmdədir, getdi. Cəmlənibdir, yəni ES qəbul edib. Trousers cəmdədir. Cavab B bəndi. 30-a baxırıq, pluralından soruşur qızlar. Here such, təkdədir, getdi. Advice, məsləhət, bayaqdan şivə demişik, sayılmır, getdi. News, xəbər, məlumat, sayılmır, getdi. 1000 dəfə demişəm bunu sizə. Money sayılmır, pul, bayaq dedim, ana söhbəti. Amma money növləri sayılır və cəmlənir. Cavab qaldı, Y bəndi. Trousers, şalvar. İki qılçası olduğu üçün cəmdədir. People, adamlar, person'ın cəmidir, cəmdədir. Person, people olur, yəni. Mice, siçanlar cəmdir. Polis həmişə cəmdədir. 31-ə baxırıq. Singular noun soruşur, baxırıq. Oxen, öküzlər getdi, cəmdədir. Hero ilə bitibdir, ES qəbul edib cəmlənib. People cəmdir, getdi. Scarce cəmdir, getdi. Cavab avtomatik yedi. News, xəbər, məlumat sayılmır. Draft, şaşqı sayılmır. Poetis, şair deməkdir. Deməli, şairə deməkdir, daha doğrusu qadın şairə. Housework da ev işi deməkdir, sayılmır. Bu da s-sı ilə bitib təkdədir. Deməli, cavab Y bəndidir. Üçü də baxın sayılmır, amma poetis sayılır. O üçü sayılmırsa, demək ki, təkdədir. Sayılmayanlar həmişə təkdə olur uşaqlar. Plural noun cəm isim deməkdir. Women, bizdən cəm istəyir, bağışlayın. Deməli, burada goose, qaz təkdədir. Geese olmalıydı. Physics'də icısı var, getdi. Literature, news, təkdədirlər, getdi. Sonra burada nəyə baxırıq? Furniture təkdədir, sayılmır, getdi. Businessdə getdi. Businessdə sayılmayan isimdə unutmuruq. Furniture də sayılmayandır. Literature ədəbiyyatda sayılmır. News, xəbər, məlumat da sayılmır. Cavab dedi. Glasses, eynək. Clothes, paltar həmişə cəmdədir. Mice, siçanlar. Plural noun soruşur 32-ci testi, 33-də. Plural noun soruşursa baxırıq nəyə? Digər sözü belə cəmlənməzə xahişıqlar. A bəndi səhvdir. C bəndinə baxıram. Dress, s-sı var, təkdədir, getdi. Sonra baxıram nəyə? Cheese, pendir, səhər yeməyidir, sayılmır. Səhər yediyimiz hər şey sayılmır. Bir dənə egg istisnadır ki, egg yumurta sözü sayılan isimdir. Ən artiklından işlənə bilər və cəmlənə bilər. Amma yerdə qalan sayılmayanlar bunun əksinə nə cəmlənir, nə də artiklından işlənə bilir. Cheese də bunlardan biridir. Sonra nəyə axtarırdım? Cəm isim lazımdır. Chess təkdədir, getdi. Actressdə s-sı var, getdi. Adressdə s-sı var, getdi. Cavabım nədir? B. Children uşaqlar, fit ayaqlar, tis dişlər, lice bitlər. İndi deyirsiniz ki, müəllim, niyə bunları dönüb deyir, bilirik axı biz. Çünki bilməyənlər də əzbərləsin və yaxud da təkrar olsun. 44-cü testimizə baxırıq. Singular noun soruşur. Elə A bəndidir cavab. Baxıram nəyə? Water, su sayılmır. Mai halında olan ümumiyyətcə isimlərimiz ingilisində sayılmırlar. Yəni içdiklərimiz su ola bilər, meyvə şirəsi ola bilər, nə bilim, şərab ola bilər, araqdır, sonra nə deyim, pivədir. Yəni içdiyimiz hər bir şeydə bunlar sayılmır. Mai formasındasa kofedir, çaydır. Bunlar sayılmayan isimlərdir. Sayılmırsa cəmlənməzlər. Həmişə təkdə olarlar. Bağışlayın, burada bizdən tək isim soruşur. Mən voten çıxmışam. Vote təkdədir, bu deyil. Məqəzin cəmdədir, tickets cəmdədir. Schools cəmdədir, getdi. Brushes cəmdədir, getdi. Potatoes da cəmdədir. Scissors da cəmdədir, getdi. Cavab oldu yenə A bəndə. Knowledge, bilik sayılmır. Sugar, qənd, pesok sayılmır. Luck, uğur sayılmır. Sayılmır üçü də, demək üçü də təkdədir. 35. 35-də bizdən singular noun tək isim soruşur. Tickets 35-i izah elədim. 36. Deməli 36 singular noun soruşur bizdən. Plural həmişə cəmdir. People həmişə cəmdir, getdi. Giz, qazlar cəmdir. Passengers cəmlənib. Studios cəmlənib. Arrows da cəmlənib. Qaldı cavab Y. Education təhsil sayılmır. Deməli təkdir. Language sözü sayılır, amma təkdə veribdir. Progress-də s-sı ilə bitib təkdədir və yaxud da belə deyə bilərik. Progress, inkişaf sayılmayan isimli təkdədir. 36-da plural noun soruşur bizdən. Baxın s-sı var. Deməli bu təkdir. A bəndimiz getdi. Sonra icısı var, politics. Deməli, B bəndi də getdi. Burada baxıram nəyə? Bizdən plural soruşur. Baxın, company, internet, spice. Üçü də təkdədir. Getdi. Sonra baxıram nə? Hunger, acılıq təkdədir. Getdi. Həm də hunger sayılmır ona görə. Cəmlənənməz axı. Policemen, beauties, gözəllər.
Visitors səfər eləyənlər. Cavab Y bəndi. OCD-yə baxırıq, pluralından soruşur bizdən. Baxın, puppy. Puppy təkdədir. A bəndi getdi. Olmalıydı puppies. Puppies. Puppy bilirsiniz nədir? Balaca itlərə deyirlər. Deməli, bizdən cəmi soruşur. Food təkdədir. Cave də ümumiyyətcə burada təkdədir. Cave nə deməkdir? Lüğətdə qeyd edin. Cave mağara. Köhnə 6-cı sinif dərsliyində bu söz var idi. Sonra baxırıq nəyə? Plural soruşur. Limonad içirik. Sayılmır. Sugar da sayılmır. Hannibal sayılmır uşaqlar. Tenis sayılmır. Təkdədirlər. Cavabımız Y bəndi. Telefonlar, tülkülər, üzvlər və dişlər. Member üzv deməkdir. Member yazılır. Member cəmlənəndə members olur. Mən 38-ə baxırıq. Singularından soruşur. Baxıram nəyə? Tul, əlat. Cəmlər çıxmalıyıq. Mais cəmdədir, çıxdı. Maisa görə. Sonra peas, arms, qollar, noxudlar cəmdədir. Sonra burada baxıram nəyə? Gis qazlar cəmdədir. Gis qazlar cəmdədir. Cavab C bəndi. Pluralından soruşur məndən. Baxıram mənlə women təkdədir, getdi. News xəbər məlumat sayılmır, getdi. Physicsdə icısı var, getdi. Və yaxud da domino da təkdədir, getdi. Crown touch sözü özü təkdədir, getdi. Sayılsa belə təkdə veribdir. Cavaba mice siçanlar, people adamlar, fit ayaqlar, cliffs qayalar. Cliff qaya deməkdir. Sonu f ilə bitməsinə baxmayaraq cəmlərində istisna olaraq s qəbul edən isimlərdəndir. 40-da bizdən pluralından soruşur. Foot ayaq təkdədir, uşaqlar, getdi. Child uşaq təkdədir. Sonra physicsdə icısı var, təkdədir. Sonra news sayılmır, təkdədir. Cavab C bəndi.